Hazırda İmişli rayonunun Telişli kəndi ərazisindəyik. Dünən Azərbaycan Su Ehtiyatları Agentliyinə bir də Nazirlər Kabinetinə məktub hazırlayıb göndərdiyim. Çünki bax İmişlinin Kürrağı kəndlərindən, bu indi Telişli kəndinin ərazisidir. Telişlidir, qabaq. Telişli, Allah mədətli, sonra Ağamallar, Məmmədli və Əliyetməzli kəndinin ərazilərində bax belə şoranlaşmış torpaqlar var. Bu şoran torpaqdakı, yəni bu duzlu torpaqdır da, burada heç nə bitmir. Demək, ancaq burada kollektor qazılmalıdır ki, bu qurunç sularını çəksin və torpaqlar da münbitləşsin. Burada heç nə olmur. Baxın, bütöv, yəni şordur bu, duzdur. Bu duzdur da, duz. Duzdur, bu duzdur. İnsanların da qazancı, dolanışığı torpaqdan çıxdığına görə bu şoran torpaqdan heç nə əldə eləyə bilmirlər. Bu ərazilərdə böyük pambıq sahələri olur. Pambıq, taxıl. Kolxoz vaxtı 96-ya qədər olub da, 96-dan sonra kolxoz dağılıb. Burada pambıq əkilib, taxıl əkilib. Buralar münbit bir yerlər olub. Bəs ondan sonra bu yerlər şoranlaşıb, nəzarətsiz qalıb. İndi də demək olar ki, vəhşi bir təbiətə çevrilib. Amma insanların pay torpaqları, dövlət torpağı, bələdiyyə torpağı da buradadır. Amma heç nədən istifadə etmək. 100 hektarlarla yer. Bu kanal da yəqin ki, köhnədən Sovetdən qalan kanaldır. Yəqin buradan su gəlirmiş və burada su varma sahəsi kimi istifadə olunur. Suyun içərisində əkin sahələri. İndi siz də dediniz, 5 ay bundan qabaq da burada gəlib baxıblar, nəzarət ediblər, öyrəniblər. İnşallah indi bir qərar veriblər. Mən indi yenə də onlarla araşdıracağım, görək. İnşallah burada bu qurunç sularının axıdılması üçün kollektorun çəkilməsi, o lazımi işlərin görülməsi üçün hansı planlar var.